Şuşanı da Qarabağın strateji cəhətdən ən möhkəm və ən faal nöqtəsini də itirdik. Biz itirdik, kimsə qazandı. Evet, danışıp bir buraya bakıyor. Adın nədir sənin? Albert, Albert, hansı millətdən? Yahudi. Yahudilər Azərbaycan topları Ona görə mən bu torpaqda yaşayıram. Doğulmuşam burada, yaşayıram da burada. Heç nə məcbur eləmir. Biz qəhrəmanlıq hekayələri ilə böyüdük. Biz igidlərin rəvayətləri ilə böyüdük. Biz Mübariz İbrahimovla, Alberta Qarunovla, biz Çingiz Mustafayevlə böyüdük. Özümüzü bildik biləli Qarabağla bağlı hekayələr danışırdılar bizə. Bir gün Qarabağın geri dönəcəyinə hər zaman inanırdıq. Qəlbimizdə bir arzu, istək, sönməyən bir alov var idi. Bilirdik ki, Qarabağ geri qayıdacaq və bizi Qarabağı qazi və şəhidlərimiz qazandırdı. Elə mən də onlardan biri idim. Mən də atası qazi olub bu hekayədə böyüyən o balaca uşaqlardan biri idim. Həmişə xəyalımda var idi ki, bəlkə bir gün mən də mübariz olacam və oldum. Dağ bu doğun olsun, bir dənə işləb sənə kömək eləməsin. Başa düşdün, oğul oxuyursan. Kişi, bəlkə sənə kömək eləyəsən. Ay arvad, işi gör də, nə istəyirsən məndən? Sən də söz demək olmur, nə dedim ki, gəl mənə kömək elə dedim də. Əlimə tutan olsun da. Adı da bəsdir də, qoy imkan ver qəzetimizi oxuyaq da. Müdafiə Nazirliyinin yaydığı ən son məlumatlara görə Ay arvad, bura gəl, xəbərlərə bax. Döyüş aktivliyinin qarşısını almaq, ölkə əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks hücum əməliyyatı başlaması barədə qərar verilib. Müdafiə Nazirliyindən verilən məlumata görə şəxsi heyət və tank bölmələrimiz, raket artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan Silahlı Qüvvələrinin ön xəttdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikasını aşkar edərək məhv edirlər. Aycan, mən gedəcəm döyüşməyə. Ay oğul, mən istəmirəm ki, mənim o vaxtı çəkdiyim əziyyəti sən indi çəkəsən. Mən istəmirəm ki, sən gedib itin qurdun gülləsinə tuş gələsən. Başa düşürsən məni? Oğul, sən nə danışırsan? 3 ildir oxuyursan. Biz sən bu vaxta qədər oxutmaq üçün sən nə qədər əzab-əziyyət çəkmişik? İndi gəlib deyirsən ki, mən müharibəyə gedirəm. Ötümüzdə bir il oxu qutar, ondan sonra hələ sizin gedərsən də. Məcbursan indi bu döyüşün qızğın vaxtında çıxıb gedəsən? Mən döyüşəcəm. Gəldi. 10 günə gedirəm əsgərə. Bəlkə getməyəsən. Mən çox qorxuram. Gedərsən hansı olsun. Sevda, mən nə qədər uzaq olsam da həmişə yanında olacaq. Mən həmişə sənə inanmışam. Biz gələndə də söz verəm ki, toya gələcəm. Mən səni həmişə gözləyəcəm. Akif, bilirəm geçsəm, istəyəm üçün çətindir, ailemiz üçün çətindir, sevdiklərim üçün çətindir. Mən burada olmasam da ailəmiz, sevdiklərimiz sənə əmanətdir. Dedim Akif, sən də hamı kimi sağ-salamat gedib gələrsən. Nazim, söz ver mənə. Söz ver ki, hamısının qayğısına qalacaqsan. Yaxşı Akif, söz verirəm. Ailəmizə, sevdiklərimizə yaxşılığa. Alo? Bəli, mənəm. Ama ben şehit oldum. Yerim güzeldir. Tek ağlama canım, canım sevgilim, bağışla beni.
tek koydu. 8 may 1992-ci il yox, məhz 8 noyabr 2020-ci il Azərbaycan ürəyinə qovuşduq. Artıq biz Şuşanın dərdindən hər il ürəyimizdə yıxılmayacağıq. Zonu şəhərində, Lənkəran şəhərində, Şuşa gözləri, Şuşa şəhərində, Şuşa şəhəri, Şuşa Kəlbəcər şəhərində, Azərbaycan Respublikasının dövlət bayrağı, Şuşa şəhərində dalgalanmaqdadır. 5 il necə də tez keçdi. Hələ də inanmam gəlmir. Elədir. Oğlumun o xoş sözləri, o gülüşü hələ də gözümün qabağından keçir. Hər tərəfində xatirələrimiz var. Yaxşı, pis olma. Necə pis olmayım axı? Göz yaşlarıma hakim ola bilmirəm. Əsas odur oğlumuz vətən uğrunda, torpaq uğrunda canından keçdi. Torpağımızı azad elədi. Vətən sağ olsun. Düz deyirsən, mən nə qədər onun üçün darıxsam da, nə qədər ağlasam da ondan fəxr edirəm. Biz bugün burada rahat otura bilmişiksə sadəcə onun sayəsində. Hələ də inanmağım gəlmir. Elə bil dünən idi sağlaşmağımız. Elə bil dünən parkda oturub mənə baxırdın. Sevgimizin gücündən danışırdın. Mən sevgini, güvəni səndə öyrəndim. Sən mənim qəlbimdə, xəyalımda, xatirələrimdəsən. Mən yaşadıqca sən də yaşayacaqsan. Mən səni unutmayacağam. Uşaqlığımızdan bəri mən həmişə sənin kimi olmaq istəyirdim. Uşaq vaxtı sən cəsur idin hamımızdan. Yadındadır, getməzdən əvvəl mənə ailəmizi və vətənimizi əmanət eləmişdin. Bugün də mən sözümün üstündə dururum. Sözün sözdür. Şüphesizdir ki bir gün hakikat parıldayacak. Azadlık esasını, Birleşmiş Milletler prensipini ve insan haklarını tutan taraf sağlık gelecektir. Buna katiyen şüphe etmeyiniz vatandaşlar. Sen bizimsen, durdukça bedende can, yaşa, yaşa, çok yaşa, ey şanlı Azerbaycan. Hey!